Niyə xərçəng olandan sonra hamı düşür üstünə, gedir həkimlərə ki, mən nə yeyim? Türkiyə çarələri başlayır axtarmağa, mənə nə olar, nə olmaz. Həyatımızı elə yaşamalıyıq ki, xərçəng olmayağın. Bütün dünyada olduğu kimi ölkəmizdə də hər kəsdə qorxu, psixoloji sarsıntı yaradan ağır xəstəlik, xərçəng. Bu, ümumbəşəri bəlanın müalicə metodlarında daim mübahisələr mövcud olub və olmaqda da davam edir. Xalq təbabəti ilə yanaşı öz metodlarını doğru onkologiya adlandıran təbiblər Ümumdünya Səhiyyə Təşkilatının protokollarını insanlığa yönələn bir təhdid kimi qəbul edirlər. Düşünürlər ki, əsas problem şişdir və onu yığışdırmaqla məsələ həll olunur. Doğru onkologiya isə bilir ki, yox, əsas problem şiş deyil. Şişi yaradan səbəbdir. Şişi də yığışdırmaq lazımdır, səbəbi də yığışdırmaq lazımdır. Ağacdan meyvəsini dərməklə, ağac yoxa çıxmır axı. Bunun gövdəsi var, kökü var. Bilirsiniz, bu tamam başqa bir metoddur. Yəni, xəstəyə elə yanaşmalısan ki, o özü bilir hara gəlir. O, psixoloji olaraq onun durumunu yüksəltmək lazımdır. Bu bir tərəfi. Digər bir tərəfdən, onkoloji prinsiplərdə 3 metod, siz özünüz onları sayırdınız. Kimyoterapiya, şua terapiyası və cərrahi əməliyyat. Bunlar da hamısı protokollar əsasında həyata keçirilir. 2022-ci ilin statistik göstəricilərinə görə ölkəmizdə 62.385 onkoloji xəstə rəsmi qeydiyyatdadır. Bu xəstələrdən 22.349 nəfəri 5 ildən artıq yaşayanlardır. Onlara tətbiq olunan müalicə metodu rəsmi protokollara əsasən həyata keçirilib. Bu bəlanın ağrısını, acısını yaşayanlardan bəzisi xərçənglə mübarizədə şəxsi təcrübələrini insanlarla bölüşürlər. Onlardan biri də sosial şəbəkələrdə böyük izləyici kütləsinə malik araşdırmacı diyetoloq Məryəm Musayevadır. Atası və bacısı erkən yaşlarında xərçəng xəstəliyinin qurbanı olan bu xanımın insanlara məsləhət bildiyi vitamin B17 mənbəyi buğda və brokoli düzəltisi ilə yanaşı digər bir vasitə də var. AST fraksiya 2 adlandırılan bir məhlul. Bu vasitə əslində baytarlıq sahəsində heyvanların müalicəsində tətbiq olunur. Bir çox şeyləri özüm aydınlaşdırdım ki, nə bizə olar, nə olmaz, nə xərçəngi yaradır, nə azaldır. Nə eləsək metastasın qarşısını ala bilər. Və həm də ki, bildim ki, 70% qidalardandır, 30% stressdəndir və bu araşdırmalarımın içində mənim qarşıma ASD fraksiya 2 çıxdı. İstifadə olunur heyvanların həzm sistemində, mədə-bağırsaq sistemlərində istifadə olunur o preparat. İnsan öz istifadəsində alınır. Özləri deyirlər ki, xərçəng xəstəliyinə görə alırıq, bizdən Allahdan şəfa diləyərək satırıq. ASD-ni qaynım istifadə eləyir, eltimin atası istifadə eləmişdi. Yəni onlardan mən də eşitdim, bildim də, yəni bu faktı bildiyim xəstələr sağalandan sonra yaxın bir dostuma, Türkiyədə yəni o adama ölüm diaqnozu qoymuş. Həkim bir ay, qısalarına kimi onun iliyindəydi. Bir ay vaxt vermiş ki, yəni Haveydə ucu keçib, vaxtından keçibdi. Mən də bildim onu, məsləhət gördüm ki, dedim, yəni belə bir dərman var. Mənim qaynım, eltimin atası, yəni bu dərmanla sağalıblar. O dərmandan istifadə edəndən sonra 4-cü ayında o adam qalxdı geridir. Hər kəsin özünün yanaşma üsulu var. Bu insan belə yanaşır bu xəstəliklərə. Və yaxud da elə xəstənin özünü götürək və yaxud da xəstənin qohumunu götürək. Onların da xəstəliyə yanaşma üsulları var. Məsələn, bu günləri, mən deməzdim o tək bizdə Azərbaycandadır, dünyanın istənilən bir ölkəsində o xalq təbabəti ilə müalicə metodları var. Bizdə də var. Səhiyyə, təbabət birdən-birə bu inkişafa çatmayıb axı. İndi bunun da bir təməl daşın qoyan olub, dərmanların hazır. O vaxtı deyim ki, kimya elə inkişaf eləmişdi, yox. Hamısının xalq təbabətindən o Allahın təbiətə verdiyi gözəllikdən, o otlardan hazırlanmış dərmanlardan müalicə ediblər. Bütün bunlar bu bəlanın müalicəsində tətbiq olunan müxtəlif yanaşmalar və metodlardır. Amma əsas məsələ bu xəstəliyi insanlardan uzaqlaşdıran müəyyən profilaktik tədbirlərdir. Sağlam qidalanmalıdır, stressdən uzaq olmalıyıq. Hər bir şeyə ciddi fikir verdikdən sonra bol su içməkdir, aclıqdır, 16 saatlıq bizlərdə su orucu deyirlər deyəsən. Yəni, heç su da içmək lazım deyil. Axşam 7-dən o birisi gün saat 11-ə qədər mən hamıdan xahiş eləyərdim ki, heç nə yeyib içilməsin. Xəstəlik üçün gərək xüsusi şərait yaransın orqanizmdə. Bax, o xüsusi şəraiti anlayıb onu dəyişdirəndə biz tam sağalda bilirik. Ona görə bizim üsulumuz, naturopatik üsul, doğru onkologiya üsulu ondan ibarətdir ki, biz orqanizmin daxili ahəngliyini bərpa eləyirik. Burada diyeta terapiya, yemək terapiyası, psixoterapiya, bütün üsullardan hamısından istifadə edirik. Hansına ki, rəsmi onkologiyada buna qətiyyən yaxın buraxmırlar.
Qeyd edək ki, səhhəti ilə bağlı hər hansı problemlə üzləşən hər kəsin vaxtında tədbir görməsi bu kimi xəstəliklərin müalicəsində yüksək nəticələrə gətirib çıxarır. Gec müraciət etdikdə, yəni onkoloji xəstəlikdə qorxuludur və digər xəstəliklərdə qorxulur. Qorxmasınlar. Onsuz da bütün dünyada məlumdur ki, onkoloji xəstəliklər ağır xəstəliklər sırasına aiddir. Ancaq bu o demək deyil ki, elə bu diaqnoz təsdiq olundu, artıq həyat söndü. Bəli, biz həyatdan əlimizi üzmədən heç bir şey son deyil. Odur ki, digər xəstəliklər kimi onkoloji xəstəliklərdə də sağ alacağınıza ümidinizi itirməyin, mübarizənizi davam etdirin. Çünki dərd verən Allah dərmanını da verir.